Azərbaycanda gələn il üçün nəzərdə tutulan ehtiyac meyarı və yaşayış minimumu artırılır. Turkistan.az-ın xəbərinə görə 2026-cı ildə ehtiyac meyarı və yaşayış minimumu 300 manat olacaq. Yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində olacaq. Əlavə edək ki, 2025-ci ildə ehtiyac meyarı və ölkə üzrə yaşayış minimumu 285 manat olub. Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 10-da qəbul etdiyi nağdsız hesablaşmalar haqqında qanunda dəyişiklik edilməsi haqda qanunu təsdiqləyib. Yenilənmiş qanuna əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb olunan fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 50% artırılaraq 20 manatdan 30 manata çatdırılıb.